Bax, bu da aynanın yaratdığı reallıq. Saat 12-dən növbə gözləyənə bax, millət var elə. Hamı bax, burada ya tibbini gözləyəcəkdir, və yaxud da ki, ekranda çıxan növbələr. Növbə sıxlığı dəyişək çoxdur. 3 sutka qalmışam orada. Dünəndən qeyib durublar orada növbədə. Baxsan ki, elə hammal kimi işləyirsən. Taksi sahəsində problemlər, narazılıqlar və digər məqamlar bu mövzunu son zamanlar gündəmdən düşməyə qoymur. Sürücülər sərnişinlərdən, sərnişinlər sürücülərdən narazıdır. Aidiyyatı qurumun həyata keçirdiyi islahatlar isə bəzən sürücülərin ürəyindən olmur. Daha bir sürücünün şikayəti isə bir başqadır. Deyir ki, müəyyən prosedurlar zamanı həyata keçirilən proseslər çox çətin, amma bunun müqabilində qazancımız çox azdır. Taksi sürücüləri hamı növbəyə durmuşdu. Sertifikatlı sürücülər buraxılış vəsiqəsi, buraxılış kartı almaq üçün tibbi müqavilə bağlanır orada. Narkoloji müayinədən keçirsən, aynanın çıxartdığı qərarlar əsasında hamı yığılışıb orada ki, ayın birinci hamı oradan keçsin. Qeydiyyatdan keçsin ki, hamı taksidə işləyə bilsin. Koroğlu'dakı aynanın qarşısında izdihamlardır. İnsanlar var ki, gecələr də yəni orada dururlar, eləyirlər. Taksidə qeydiyyatdan keçməkdən ötəri. Növbə sıxlığı və dəyişək çoxdur. 400 manat vermişəm, almışam, mən hər bir şey almışam. Qalan baxırsa elə sayırlar, saymanı qurtarmır. Biz gedəndə sutka ilə dayanmış, o hansı ki sənəd götürdü, hamı götürürdü. Bəlkə 3 sutka, 4 sutka mən orada bir dənə sənəd götürəməmişəm. Dünəndən qeyib durublar orada növbədə. Hələ də növbələr ki, əb çatmır ki, bir dənə sənəd götürərlər. Koroğlu'nun arxasında bir şey var. Ora nə gündədir, Allah bilir. Yəni 2 riyad, 3 riyad maşındır. Bu sahədə kifayət qədər problemlər var. Ən başlıcası hər şeyin başına duran qiymət siyasətidir. Taksi qiymətləri çox aşağıdır. Hər bir sürücü orta hesabla 12 saatdan artıq işləməlidir ki, xərcləri çıxarsın. Bir şey ki, müştəri özü məhdər qalırsınız, bu qiymətə necə geysirsiniz, nə qazanırsınız? 3 manat 10 qəpiyə 1 saat 40 dəqiqə yol sürürsən, 1 manat 50 qəpiyə orada pul qalır. Hamı dedi, təzə maşın al ilə. Təzə maşın 30-40 mindir. Gəlin 3 manatla onu vergi ilə kredit. 10 il bundan qabaq 5 manata getdiyimiz yer bu dəqiqədə 5 manata gedirik. Amma o vaxt marketə girib 5 manata 5 dənə nəysə ala bilirdik. İndi 5 manata ancaq bir dənəsini ala bilirik. Taksi qiymətlərinin, taksi xidmətlərinin haqqını heç kim tənzimləmir. Qanunla tənzimləmir. Ancaq bazar özü tənzimləyə bilər. Böyük ehtiyac var. Kimlərsə də bunun üzərində bir biznes qurdular. Onların yaratdığı bir problemdir ki, kütləvi avtomobillər var, taksi sifariş operatorları var. Burada özdə diqqət yetirsəniz görərsiniz ki, taksi sifariş operatorları heç vaxt şikayət eləmirlər. Çünki onlar öz komissiyakları ilə kifayət qədər böyük məbləğlərdə vəsaitlər qazana bilirlər. O əziyyət çəkən sürücülərdir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sürücülərin səsləndirdiyi irad və şikayətlərin onlara aidiyyəti yoxdur. Qeyd olunan növbə sıxlığı müəyyən qurumlar tərəfindən təqdim olunan müxtəlif sənəd